Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda 15-20 dəqiqəyə qonaqlarınız gəlincə hazırlaya biləcəyiniz çox dadlı şirniyyat reseptini sizinlə paylaşıram. Fındıqlı, şəkərbura dadında kövrək ağızda əriyən mütəkkələrdir. Fərqli bir şəkildə hazırlayıram, çox da gözəl alınır. İndi keçək şirniyyatın hazırlanma qaydasına. Şirniyyatın xəmiri üçün ərzaq qabında 120 qram yumuşalmış kərə yağı götürmüşəm. Bir yumurtanın ağını sarısından ayırmışam, sarısını xəmirə qatıram. 200 ml stəkanın yarısından 100 ml bitki yağı götürmüşəm, onu da qaba əlavə eləyirəm. 2 xörək qaşığı şəkər tozu, 1 çimdikdə duz əlavə eləyəndən sonra bu ərzaqları biraz qarışdırıram. Kərə yağı nə qədər yumuşaq olarsa, o qədər daha yaxşıdır. Qarışdırmaqda çox asan olur. Mən əlimlə qarışdırdım, amma istəyən blenderlə də qarışdıra bilər. Qaba 1 paket 5 qram şəkərli vanil əlavə eləyirəm. 1 dolu xörək qaşığı qarğıdalı nişastası, 1 çay qaşığı da qabartma tozu əlavə eləyirəm. Əvvəlcə unun bir hissəsini əlavə eləyirəm. Əlimlə biraz ovuşdururam. Qalan unu da əlavə eləyəndən sonra ərzaqların hamısını qarışdırıb əlimlə umaç halına gətirirəm. Xəmir üçün 3 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Videolarımda həmişə qeyd edirəm. Unun çəkisi növünə görə dəyişə bilər, az ya da çox ola bilər. Umaç hazır olandan sonra sonda üzərinə 2 dolu xörək qaşığı da xama əlavə eləyib xəmir yoğururam. Xəmiri çox yoğurmuram, elə əlimlə bir yerə yığıb kündə halına gətirirəm. Belə gördüyünüz kimi yağlı bir xəmir alındı. Xəmirin üstünü örtüb qoyuram bir kənara, keçirəm içliyi hazırlamağa. İçlik fındıqlıdır. Qabığını soyduğum fındığı qovurmuşam, blenderdən keçirtmişəm. 200 ml stəkanın başından bir barmaq aşağı üyüdülmüş fındığı ərzaq qabına tökürəm. Üzərinə 5 xörək qaşığı şəkər tozu, yarım çay qaşığı da hil əlavə eləyib, bu ərzaqları da yaxşı-yaxşı qarışdırıram. Zövqə görə hili vanildən ya da darçından da əvəz eləmək olar. İçliyi də hazırlayandan sonra keçirəm mütəkkələri hazırlamağa. Dəzgahın üstünü az unlayandan sonra xəmiri 2 bərabər hissəyə bölürəm. Əlimlə biraz yuvarlayıb kündə halına gətirirəm. İçliyi gözə yarı 2 yerə bölmüşəm. Əvvəlcə içlikdən 2 xörək qaşığı dəzgahın üstünə əlavə eləyirəm. Hazır kündələrdən birini götürüb videoda göstərdiyim kimi içliyin üstündən qoyub əlimlə üstündən ehmalca sıxaraq genişləndirirəm. Xəmir yağlı xəmirdir. Elə genişləndikcə içlik xəmirə yapışır, heç bir dağılma olmur. Biraz böyüdəndən sonra yenə içlikdən üstünə əlavə eləyirəm 2 xörək qaşığı. Onu da əlimlə biraz üstünə yayandan sonra oxlovla yayıb yayma açıram. Əvvəlcə biraz oxlova yapışır, ona görə narahat olmayın. Yaydıqca içlik hamısı xəmirə yapışır. Xəmir yağlı olduğu üçün kənarları biraz açılır, ona görə də narahat olmayın. Yağlı xəmirdir, onu istənilən şəkildə bir-birinə yapışır. Yayma təxminən 2 mm qalınlığında yayıb böyüdəndən sonra xəmiri əvvəlcə 4 yerə bölüb, kəsdiyim hissələri də 3 yerə kəsirəm. Kəsəndən sonra mütəkkəni hazırladığımız kimi bir tərəfdən başlayaraq bükürəm. Çox bərk bükmürəm, belə boş şəkildə sonacan büküb belə mütəkkələr hazırlayıram. Hamısını eyni qaydada hazırlayıram. Mən mütəkkələri fındıqla hazırladım, amma istəyə görə qoz ləpəsi ilə badamla da hazırlamaq olar. Əlinizin altında nə varsa o çərəzlə hazırlaya bilərsiniz.
Mütəkkə üçün istifadə etdiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd edəcəm. İkinci gündəlində eyni qaydada hazırlayıb, doğrayıb mütəkkələri bükəndən sonra yağlı kağız sərdiyim formaya düzürəm. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 15-20 dəqiqə pişirirəm. Şirniyyatım artıq bişib hazırdır. Sobadan çıxartmışam. Çox yaxşı bişib. Altı çox gözəl qızarır. Heç bir yanma, yapışma olmur. Üstü qızarmır. Çox gözəl mütəkkələr alınır. Soğuyandan sonra zövqə görə üzərinə şəkər pudrası da səpmək olar. Çox asan bir şirniyyat reseptidir. Şəkər bura dadında, çay süfrəsinə yaraşan ləzzətli bir mütəkkələrdir. Əllə biraz toxunduqda ovulur, kövrək, ağızda əriyən dadlı mütəkkələr alınıb. Siz də hazırlayın. Əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.